Salam, xoş gördük sizləri. Deməli mən bunu paylaşım etmişəm. Çoxsuz yazıcısı necə qeyddən keçək, necə qazanmaq olur, onu sizə izah edəcəm. Video keçməzdən əvvəl deyim ki, yəni kim qoşulursa hər kəs özü könüllü qoşulur, kimsə məcbur etmir. Yəni kim baxır, maraqlansa, lap araşdırıb belə qoşula bilər. İndi sayt aktiv olunub. Dogenlər qazanır, Dogendə qazanırsınız. Onlar yəni köçür avtomatik olaraq balansınıza Binance hesabına və ya da başqa kriptovalyuta varsa ora köçür. Onu köçməndən ötürü birinci pulsuz verir, sonradan şəxsiyyət təsdiqlənir. Sonra isə bir müddət pulsuz verəndən sonra deyir məsələn ən azı 14 dollar yatırım belə ki, pul köçürə biləsən. Mən 14 dollarda əlavə olaraq sonra 60 manat da yatırım elədim ki, avtomatik açılsın. Gecə saat 2, 3, 4 fərqi yoxdur. Mənim pulum köçür balansıma. Necədir burada qayda, onu sizə izah edəcəm. Zəhmət olmasa sonuna qədər də baxın, məlumatınız olsun. Sonra YouTube-dan belə baxırsınız, açıqlama bölümünə belə toxunursunuz. Baxın burada gəlir əlavə söz var. Ona toxunduğunda link açılır. Üzərinə belə toxunursunuz. Sizi yönləndirəcək buradan sayta. Buradan üzərinə belə də vura bilərsiniz. Yazı getsin, problem deyil. Gəlib buradan dilini, mən bunun dilini dəyişim, türkçə edim. Dilini türkçə etdikdən sonra baxın gəlir, bu görürsüz belə bir yer var. Üzərinə belə toxunursunuz, yaxud da ki gəlirsiniz aşağıya. Aşağı gəldikdə bu üzərinə toxunandan sonra kayıta göndərirsiniz. O gəlirsiniz, bu sarı yerin üzərinə vurduqda yazır ki, kayıt ol. Burada indi biz qeydiyyatdan keçək. Məsələn, bir dənə kullanıcı adı yazaq bura. Sosial, bunu yazaq, sosial güc. Bunu yazdıq. Sonra Gmail yazmaq lazım. Bu Gmail ilə yazaq bura. Şifrə oluşturmaq lazımdır. Mən bir də şifrəni oluşturum. Davam edərik. İndi mən parol yazdım. Hala gördüyünüz kimi parol da yazıldı. İndi buradan üzərinə vurulub, bax bunun daxil olur bura. Üzərinə belə toxunuruq. Gördüyünüz kimi daxil olduq. Vəssalam, hər şey hazırdır. Burada necədir? Bax, sizə də belə bir ekran atılacaq. Gəlirsiniz, baxın, bunun üzərinə belə vurursunuz. Mən bir də bunun kodunu alım. Üzərindən belə vurdunuz, bir dənə də vurdunuz. Gətirirsiniz, bunun üzərinə qoyursunuz. Sonra bu göndərirsiniz bunu bura. Məsələn, bu başlayır sizin için qazanmağa. Oradan yəni yığmağa başlayır. Sonra tutaq gəlirsiniz, baxın, bunun üzərinə belə vurursunuz. 3 dənəsi birdən gəldi. Bunu bunun üzərinə qoyursunuz. Sonra bir dənə də vurursunuz belə. Bunu yəni gətirirsiniz bunun üzərinə. İkini tezini gətirib ikinin üzərinə qoyursunuz. Yenidən bu biri yəni bunun üzərindən qoyursunuz. Və yəni göndərirsiniz bura ki, daha çox pul yazsın sizin üçün. Başladı bunlar pulları yazmağa. Yəni bunu gətirib qoyaq bura, qoy daha çox pul yazsın. Baxın, belə davam edirsiniz. İndi gözləyin, biraz yığılsın. Sizə indi belə də vura. Ya gözləyirsiniz, belə pul yığılır, üçün birdən verir. Bunu da vura bilərsiniz. Bax, məsələn, belə də vura bilirsiniz. Belə vurdunuz. Sonra yəni bunu qoyursunuz bura ki, daha çox pul yazsınlar. Bax, başlayır yazmağa. Sonra necə eləyə bilərsiniz? Məsələn, burada 2 dənə burada, 2 də burada. 2-ni belə geri çəkirsiniz. Bir də bu ikini geri çəkirsiniz. Gətirib qoyursunuz üzərinə. Oldu 3. Sonra 3-ü geri çəkirsiniz. Yəni qoyursunuz bunun üzərinə. Oldu 4. 4-ü yerləşdirirsiniz bura. Başlayır daha çox pul yazmağa. Başladı baxın yazmağa. Yəni də 1. Sonra siz bunu yerləşdirirsiniz bura. Daha çox yazmağa başlasınlar. Baxın, beləsini davam edir yazmaq. Pul yazmağa belə davam edir. Bunun ana ekranı necə əkilirsiniz onu göstərim sizə. Bax, 3 xəttə gəlirsiniz burada. Bir dənə Chrome'da açaq bunu. Gəlirsiniz, baxın, burada 3 xəttə gəldiniz. Yazılıb ki, ana ekranı qısa yol uğraşdırır. Bax, beləsini yükləmək də olur. Siz rahat şəkildə proqramı yükləyə də bilirsiniz. Yükləmək ya da beləsinə vurub ana ekranı qayd edə bilərsiniz. Deməli belə. Qayd etdik, baxın, yazmağa başlayır. Yəni, bunun üzərindən vururam, yəni 1 çəkirəm. Yəni, gəlirəm, bu üzərindən toxunuram. 2 eləyirəm bunu. Bax, yəni bu 1-i vurdum. Sonra bu birisi 1-i çəkirəm. Yox, bu 4-dür. Deməli, mən 1-i çəkirəm. Yəni, bu 1-i gətirirəm bunun üzərindən. Sonra 2-ni çəkirəm. Gətirirəm 2-nin üzərinə. 3 elədim, yerləşdirdim bura. Məndə burada 11-dir. Daha çox mənə pul yazmağa başlayır. Sonra keçək belə. Mağazaya gəlirsiniz, buradan da belə ala bilirsiniz. Bax, məsələn, yığılı indi bu açılandan sonra burada yaşıl olacaq. Yaşıl olduqdan sonra, baxın, belə vurursunuz, orada da köçür ora. Bax, belə gəlirsiniz, burada görürsünüz, baxın, biri var. Belə toxunursunuz, yazır. Sonra çəkim yerinə gəlir. Çəkim yerinə gəldik. Burada baxın, deməli, Dogen adresinin aslanılır, o heç. Daxil olursa Binance hesabına, ya kriptovalyutada Bybitə və yaxud da ki, fərqi yoxda hansı varsa, ona daxil olursunuz. Orada Dogen yazırsınız, tapırsınız, D hərfinə başlayan adres var, D hərfinə başlayır. O adresi gətirib yapışdırırsınız, baxın bura. Bura yapışdırdıqdan sonra tümlü sözünü belə vurursunuz və çəkim vurursunuz. Çəkim vurduqdan sonra pul otomatik olaraq gələcək sizin balansınıza. Bax, beləsinə gələcək. İndi mən Binance hesabımda, bu telefonumdadır mənim, onu tam göstərə bilmirəm sizə.
Yəni çəkimləri. Bax beləsinə gəlir. İndi bunun üzərinə bu gün artdı, 2 oldu. Yavaş-yavaş buradan artdı. İlk 2 saat içində talep edilən tüm çəkimləri 2 qatına çıxarın və platform üzərində işlənir. Daha çox 2 saat ərzində daha çox qazanc əldə edə bilərsiniz. Sonra baxın burada dost dəvəti var. Belə gəldiniz, dostlarınızı dəvət etməkdə ötürü linkinizi kopyalayırsınız belə. Atırsınız dostlarınıza. Dostlarınızla yığılan pul bura yığılır, komissiya sözünə vurursunuz və al sözünə belə toxunursunuz. Çəkim vuran kimi bu daha tez oturur balansınıza. Daha tez köçəcək sizin Binance və yaxud da ki Bybit hesabınıza. Həqiqətən çox yaxşıdır. Mən çox xoşum gəlir yəni bundan. Yenə deyirəm, seçim sizin özünüzdür. Kim istəsə rahat şəkildə qeyddən keçib istifadə edə bilər. İndi mənim fikrimdə bir də bunu da sizə deyim, profil sözünə gəlirsiniz. Baxın, şəxsiyyət doğrulama yeri var. Bunun üzərinə belə toxunub şəxsiyyəti burada doğrulayırsınız. Onu sizdən istəyəcək. Sonra bir müddətdən sonra belə pulsuz pul göndərdikdən sonra kassayı yüksəltmə kassası var burada. Əvvəl indi 14 dollar nə olur? İndi 12 dollar daha qiyməti düşüb aşağı. 12 dollarla qoşulsaz aylıq 18 dollar qazanırsınız. Deməli 160 token ödəməlisiniz. Amma bu otomatik olmur. Gəl əllə çəkəsiniz bunu. Gəldik bura. Burada ki 45 dollar ödəsəz, 45 dollar əvvələn 34 dollar, indi 45 dollar. 45 dollar ödəsəz, otomatik sizin pulunuzu çəkəcək. Otomatik olaraq təxmini aylıq qazanc 52 dollardır. Burada 189 dollar ödəsəz, aylıq qazancınız 237 dollardır. Bax beləsinə bu hər saatına deyim, ya saatda heç olmur, 5 token verir. Bax belə burada çox qruplar, zətlər var, onlara mən qoşulmamışam. Mənim indi fikrimdə böyük məbləğə bura qoşulmaqdır. Hələ ki gözləyirəm. Siz özünüz də baxın, maraqlanın, istəsəz qoşula bilərsiniz. Yenə deyim, seçim sizin özünüzdür. Sabah nəsə olsa, taş saytdır indi. Demirəm mən bu həmişə əbədidir. Nə isə olsa deməsin ki, belə oldu, elə oldu. Baxın bu beləsinə. Özünüzə baxın, araşdırın, istifadə edin. Mən də tapmışam YouTube-dan, yox Telegramdan tapmışam, Telegramdan qoşulmuşam. Belə paylaşım edirəm YouTube-da da. Kim məni izləyirsə, baxın, maraqlana bilər. O cəhətdən çox qəşəngdir. Belə dostlar, indi gəlin lap çəkim yerinə gəlin baxın. Tümünü vurdu. Baxın bu qədər yığılıb. İndi gəlin bura. Burada görürsünüz, yəni ala bilərik. İndi gəlin burada belə deyim. İndi gəlin burada alış eləyək. Bunu vuraq. Yenə bunun üzərindən toxunaq. Deməli 1-i çəkək geriyə, 2-nin üzərindən vuraq. Sonra bu 2-nin üzərindən toxunaq. 3-ü çəkək geriyə, 3-ü 3-ün üstünə gələk. 4-ü çəkdik, 4-ü 4-ün üzərinə gəldi. İndi bax daha çox verəcək burada. İndi özünüz də görəcəksiniz. Gördünüz, daha çox qazanc verir, daha çox məbləğ yığmağa başladım. Baxın, beləsinə davam eləyir. Kim istəsə rahat şəkildə qeyddən keçib istifadə edə bilər. Gördüyünüz kimi birini də vurdum və bunu da vururam bunun üzərinə, bunu gətirirəm bura. Bu qədər dostlar, kim nəyi bilməsə mənə yazsın, izah eləməyə, kömək eləməyə hazıram. Yəni deyirəm, kassanı yüksəltdir, daha çox qazanc əldə edirsiniz. Sonra burada gələcək otomatik çəkim robotu aktiv et, işarə gələcək. Onu vurub işarəni aktiv edirsiniz. Və rahat şəkildə istifadə edirsiniz. Dostlarınızı dəvət edib rahat şəkildə daha çox qazanc əldə edə bilərsiniz. Bu qədər, sağ olun. Nə sözünüz olsa yazın, kömək eləməyə hazıram.